Qəlbləri birləşdirən və istedadlara yol açan DOST İnklüziv Yaradıcılıq Mərkəzi minlərlə insan üçün ümid ünvanıdır. Bu ünvanın sakinlərindən biri isə Masallı rayonundan olan Abdulbağı Abdullayevdir. O yeni bir sənət öyrənmək və gələcəyini qurmaq üçün mərkəzə müraciət edib. Bədii oyma kursuna gəlmişəm. Bədii oyma öyrənmək üçün, sırlarını öyrənməkdən sonra öyrənirik. İnşallah bunu bitirəndən sonra rayona gedəcəm, orada öz əməkxanama atacam, öz işimi quracam. Peşiyə gələndən mən evdə olurdum, müalicələr alırdım, yəni heç yerə getmirdim, özümə çox qapanmışdım. Sadəcə bura məni çox dəyişdirdi. Cənubi Qafqazın ən böyük mərkəzinə çevrilən bu məkanda əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və digər həssas əhali qruplarına aid şəxslər yaradıcılığın sehrini kəşf edirlər. Əvvəl hansı işlə məşğul idiniz? Əvvəllər Qubada rəssamlıqla məşğul idim. Bura gəldim ki, özlərimdə daha da yaxşı işləyim. Və burada təklif elədilər ki, duluqçuluq da var. Burada müraciət edə bilərəm. Gəldim, bu da nəticə. Bu mərkəzdə olmaq sənə nə qazandırır? Çox şey qazandırır. Belə deyim, misal üçün mən bunu bacarmırdım. Gəldim, burada sıfırdan öyrəndim keramika üzərində işləməyi. Texnikasını bilmirdim, burada öyrəndim. Hər gülümsəyən üz, hər əl işi bir qələbə hekayəsidir. Yaşlı autizm spektrli bir yeniyetmə belə bir dekorativ ev hazırlayıb. Əslində bu evin çox maraqlı bir hekayəsi var. Deməli, yeniyetmə evin içərisinə əşyaları da yerləşdirib, insanları da evin çöl hissəsini demək olar ki, hər tərəfdən bağlayıb. Hətta qoruyucu simvol olan köpək balığı da yerləşdirib. Bu da onu demək istəyir ki, evin sirri evdə qalmalıdır. Cari il ərzində həssas kateqoriyadan olan 261 yeni benefisiar mərkəz və filiallara qəbul olunub. DOST İnklüziv və Yaradıcılıq Mərkəzi artıq beynəlxalq səviyyədə də tanınır. Mərkəzin benefisiarlarının əl işləri kifayət qədər xarici ölkələrdə keçirilən sərgilərdə də nümayiş olunub. 4 ildir ki, keramika sahəsi üzrə təlimçi kimi çalışıram. Yəni, burada biz benefisiarlarımıza istər onların keramika haqqında məlumatları oldu, olmadı, sıfırdan olaraq bilikləri onlara öyrədirik. Burada proses 2 istiqamət üzrə gedir. Modelləşdirmə üzrə və hazır qabların üzərində də ola bilər, özlərinin hazırladığı qabların üzərində də kompozisiya qurub, onları rəngləməyi də öyrədirik. Bugünədək 900 nəfərdən çox vətəndaş xidmətlərdən yararlanıb. Hazırda mərkəz onun filiallarında 5 həssas kateqoriyadan 281 nəfər 14 yaradıcılıq istiqaməti üzrə bacarıqlarını inkişaf etdirir. Bizim satış portalı artıq hazırlanıb, indi hazırda pilot layihəsi kimi həyata keçiriləcək və bu həmçinin də burada olan bizim mərkəzin əlilliyi olan şəxslərin üçün və ümumiyyətlə həssas kateqoriyadan olan bizim benefisiarları üçün bu bir maliyyə dəstəyidir və sosial rifahını yaxşılaşdırması üçün biz belə bir imkanlar yaradırıq ki, onlar öz əl işlərini bizim satış portalı vasitəsilə artıq həyata keçirsinlər. Və bu yaxınlarda Cənab Prezident tərəfindən imzalanan bir sərəncama əsasən onların vergiləri cəmi 2% olacaq. Və bu da bir növ onlara bir dəstək olacaq. Məqsəd həssas kateqoriyadan olan şəxslərin sosial adaptasiyasını təmin etmək və onların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. Bu istiqamətdə artıq bir sıra önəmli tədbirlər həyata keçirilib. Bu fəaliyyət yalnız bir mərkəzin uğuru deyil, Azərbaycanın inklüziv yaradıcılıq modelinin dünyaya nümunə kimi təqdim olunmasıdır. Şahnun Qasımova, Elvin Qəhrəmanov, ATV Xəbər.